Xalq artisti Niyaməddin Musayev İctimai TV-də qonaq olduğu cümə axşamı verilişindəki görüntüləri ilə gündəmə gəlib. Belə ki, verilişdə xalq artisti ilə birgə qonaq olan tanınmış murənnilər Dilarə Kazımova və Nigar Camalın geyimi, onların Niyaməddin Musayevin ətrafında bu geyimdə əyləşmələri müzakirələrə səbəb olub. Tənqid edilən xalq artisti Niyaməddin Musayev bu barədə açıqlama verib. O bildirib ki, hər kəsin öz geyim tərzi var. Əvvələn məni verilişə İctimai televiziyası dəvət edib. İctimai TV normal analdır. Mən nə bilim ki, onlar nə geyinəcəklər. Verilişdir, dəvət edirlər, gedirəm. Bəzən görürsən ki, ətrafımda elə adamlar olur, mən deyim ki, verilişə kim gələcək? Belə sual vermək düzgün deyil axı. Nə bilim, gələn adam nə geyinəcək? Bu, onun öz mədəniyyətinə, şəxsiyyətinə baxır. Hər kəsin özünə məxsus geyimi var. Dilarə Kazımova və Nigar Camal çox gözəl ifa etdilər. Qulaq astım, ifa tərzləri normaldır. Müasir geyinirlər, bu haqda nə deyə bilərəm? Deyim ki, niyə belə geyinirsiniz? Belə şey düzgün deyil. Gərək insanın özü öz geyimini seçsin.